bulmamışım. Senin yanına geleceğim. Sana canım kurban. Ne dersen sana canım kurban. Ölüm kabağında. Yaxşı olasan, sən necəsən xanım? Az böyle hanım canım sana kurban. Sana balalarım kurban. Sana yüreğim kurban. Mingəçevirlərə salamlar olsun. Əhli Mingəçevirə. Ölüm kabağında Firengiz'e ne görmem tanıysa bu Firengiz'e. Yadıma düşdü. Hə, şükür, yaxşısan indi. Ben beni ölümden kurtardın. Yerde de yatabilmiştim. Sabaha kim otururdum. Sana canım kurban. Senin yanına geleceğim. Ayaklarının altını görürüm. Sana altı balam kurban. Canım kurban. Elə demə. Sana yapacağım. Sana bir söz demek istedim. De. O gelinim var ya, balaca gelinim. Hə. Gelinim var ha. Oğlum deyir ki, büyüm bazen gelir ki, külfətlicə gələcəm sizə, onlar Bakıda olur. İndi qorxuram, gör ona gəlin, ha bir şey eləməz. Narahat olma, sən Allah köməkdir. Gəlini də Allah yaradıb, oğlu da. Hamısına sahib çıx. Hamısı yaxşı olar inşallah. Allah sənə köməkdir, qorxma. Deyirəm, görən gəlib yenə də bir şey eləyər mi? Dedim Allah sənə köməkdir, heç kəs sənə pislik eləyə bilməz. Allaha sığın, canındakı mənfi enerji çıxıbdır. Allaha sığın, görürsən ki, rahat yatırsan, yersən, içərsən, həmişə fikirləşirdin ki, öləcəksən, ölmədin, yaşayırsan, cadılardan canın qutardı, iğnə dərmandan canın qutardı, gəlin sənin, oğul sənin, hamısı sənin. Sana yapaş, gələcəm yanına, dizlərimi yerə qoyacağım, belə sürünəm qabağında. Bax, bir iki dizimlə. Yox. Mən sana borçluyam, yox mən sana borçluyam. O borcum, bu boynumda apara bilmərəm o dünyaya, sana borçluyam. Sən məni ölümdən qutarmışsan, Azrailin əlindən almışsan. Xanım, mənə borcunu belə ödəyə bilərsən ki, Allaha şükürdür. Namaz qıl. Çox şükür, hamın Allah yaradıb. Mənə borçlu deyilsən, Allaha sıxın, Allaha şükürdür. Ama yanına gələcəm, yanına gələcəm.